Salam olsun bizim kanalı izleyen hər bir kəsə. Bu dəfəki səfərim Quba rayonu Qrız kəndində yerləşən Qurqur şəlaləsinə olacaq və hal-hazırda mən artıq Quba rayonun Qəsrəş kəndindəyəm. Gördüyünüz kimi hər tərəf qar örtüyü ilə bürünüb. 2 gün bundan qabaq buranın yolları daha çətin idi. Artıq isə yollar biraz əriyib. Və mən bu dəfəki səfərimə Eco Hiking tur səhifəsi ilə gəlmişəm və onların da linkini burada yerləşdirəcəm. İstəsəz ölkə daxili turlara onlarla qoşulub gəzə bilərsiniz. Və biz Bakıdan saat 7 radələrində çıxdıq. Artıq saat 10-un yarısı 10-dur. 2 saat yarım belə bir vaxta gəlib çatmışıq. Gördüyünüz bu sprinterlə və bu UAZ və Vilislərə minib üzü Qrız kəndinə gedəcəyik. Kanalıma abunə olmağı və videoları bəyənməyi unutmayın ki, daha maraqlı videolarla qarşınıza gəlim. İndi isə səfərimizə davam edək, izləmədə qalın. UAZımız budur. Tekerlere zincirlerimiz vuruldu. Biz artık Qrız kəndindəyik və buradan başlayırıq yürüyüşə. Tur müddətində 2 mərhələsi olacaq, mən Midas və Təbriz. Məndən önə çıxmaq olmaz və Təbrizdən sona qalmaq olmaz. Piyada marşrutu buradan başlayıb təxminən 2,8 kilometrdir. Bir 5-10 dəqiqədən sonra qabağdakı evlərdən birində bisi fasiləmiz olacaq, 10 dəqiqə, 15 dəqiqə. Tur müddətində kiminsə sağlamlığında bir problem olarsa, baş gizlənməsi, bulantısı, təzyiq və digər bizə bildirsin. İlk 15-20 dəqiqə ərzində baş ağrı, baş fırlanma falan ola bilər ki, Bakı mənfi 20 metrdə bilirsə 2000 metrdə, yəni fərq olur ki, burada nəticədə insan orqanizminə fərqli təsirlər göstərir. Tur müddətində kiminsə zibili varsa, suikasına və yaxud da cibinə qoysun.
Tur müddətində musiqiyə fon verib qulaq asmaq olmaz. İstər telefon, istər qulaqlıq vasitəsilə və istərsə də kolonka vasitəsilə. Çünki biz təbiətə gəlmişik və təbiətin səsləri ilə getsək məncə daha yaxşı olar. Başqa da çubuqlarla gedərkən çubuqlar düz vəziyyətdə 90 dərəcə olmalıdır. Əl bu formada biraz xarabdır. 90 dərəcə olmalıdır bu formada. Deməli, sağ ayaq, sol əl, sol ayaq, sağ əl prinsipi. Yəni sürümürsüz, qabağa atmırsınız. Bunu belə gəzdirmirsiniz özünüzlə, bax belə. Yəni bu mütləq şəkildə yerə dəyməlidir. Ən əsası göyə qaldırıb arxadakına zərbələr endirmirsiniz. Buna diqqət edin. Başqa da heç nə. Kiminsə sualı varsa, deyirsin yoxsa gedək. Çox yaxşı vaxtda gəlmişik, 12-dir. Asta-asta gedəcəyik, çox da asan yürüyüşdür. İzləyicilər, Vil isə boğazlara mindikdən sonra təxmini 1 saatlıq yoldan sonra biz Qırız kəndinin özünə çatmışıq və gördüyünüz kimi Qırız kəndinin özüdür və burada yaşayış, məktəb, insanlar burada yerləşməsi. 2 dəfədir Qırız kəndində oluram və biz buradan şəlaləyə 2,5 kilometrdə. İndi isə səfərə davam eləyək. Qədim başdaşları. Hava bugün çox gözəl. Əsl hiking havası Qarravada. Qar yağıb. Ayın 2-3-ü çətin yollarla idi. Bəzi turlar ləğv elədilər. Qurqur şəlaləsinə gedən yolu. Yanvarın 4-üdür. Qubanın Qırız kəndindən üzü Qurqur şəlaləsinə gedirik. Kanala abunə olmağı və videoları bəyənməyi unutmayın. Qarda hikingim ilk səfərdir, belə deyərdim. Quba Qırız kəndi Qurqur şəlaləsinə gedən yol. Kənddən Qurqura 2,5 kilometrdir, 2,5. Çox güman ki donar bu vaxtı. Gedək mənzərəni sizinlə tanış edeyim. Nə qəşəng yığıblar. Daşlardan qaya parçalardır, qaya parçalarından hasar. Semensiz, palçıqsız. A few moments later. Mənzərə çox qəşəngdir. Yayda gələndə hər yer yaşıl, düzənlik, talalar. İndi isə hər yer ağappaq. Çox qəşəng mənzərədir. Qışın da öz yeri var. Gedək istirahət nöqtəsi fasilə. Это лучшая работа в мире! Лучшая работа в мире! Лучшая работа в мире! Yaxşı. Bax nəfəsim çatmır, keçdi. 15-20 dəqiqə şey olmur da. Çox bir xanımdadır. Çətinlik. Çubuqsuz. Gedək. Gedək Getdik. yavaş-yavaş. Çox dayandır. İnşallah ne vardı? Gürgürdü, gurgur. Aslında gürgürdür. Gürgür attığına görə mesela. Gurgur yazır. Hər yerdə gurgur. Mən dedim gurgur. Ola bilər buranın cəmaatın dili ilə də qurqur desinlər. Əslində həmin o gür mənasını daşıyır məncə.
etnik söz ola bilər də, yəni onların özünə xas. Gel şu an tərpənək gəl. Oradakı tek besitka maraqlıdır. Bir də burada belə bir məlumat lövhəsi var. Geridə düşərgə qura bilərsiniz, kamp. Qabaqda 15 dəqiqə sonra müşahidə nöqtəsidir. Yaxşı görüntü verilən yer olacaq və 40 dəqiqəyə də biz inşallah Qurqur şəlaləsinə çatırıq. Yolumuza davam eləyək. İzləmədə qalın. Təbriz, o zirvənin adı nə oldu? O xınalıq. Hə, bu xınalıq. Yox, Qızılqaya bunun arxasında. O Sürlü təpə. Xınalıq zirvəsi. Gürgürə gedən yolda bu təpənin aşağında sağda. Buradan oraya 20 dəqiqə məsafəmiz qalıb. Qabaqdakı tur rəhbəri, qabaqdakı qrupa belə gedir. Digərləri isə arxadan gəlir. Ən axırda da bir dənə yenə tur rəhbərimiz. Mənzərə isə budur. Hayatı değerli. Nəhayət çatırıq. Göyçadırın arasındakı dağlarda Qurqur şəlaləsi. Əzab əziyyətə son. Keç. Nəhayət Qurqur şəlaləsinin məntəqəsinə çatırıq. Bu gördüyünüz Göyçadırın arxasında iki dağın arasındadır. Bir daha qeyd eləmək istəyirəm ki, mən bu tura Eco Hiking tur səhifəsi ilə qoşulmuşam. İstəsəz siz də müraciət edib maraqlı turlara gedə bilərsiniz. Bu dəfəki səfərim Qubada Qırızdəhnə kəndində yerləşən Qurqur şəlaləsidir. Artıq az məsafə qalıb. Gördüyünüz kimi turun birinci qrupasının qabağına keçib şəlaləni ilk sakitcədə təqdim eləmək istəyirəm. Qurqur şəlaləsinə gedilən yolun üzərində bir qardaşdır. Burada qəşəng samovar çayı verir. Dağ kekotu su ilə bir yerdə. Buradan düşüb Qurqura geysiz. Qurquru görəndən sonra gəlib burada qəşəng çayından dada bilərsiniz. Mənzərə isə budur. Yanvarın 2-3-ü bütün turlar Qurqura tur təşkil eləmişdi. Lakin hava şəraiti ilə bağlı yollar pis olduğuna görə turların çoxusu ləğv elədi bura.
Lakin ayın 4-ü üçün biz gələ bildik. Yollar münasib idi. Qəsrəşə qədər sprinterlə gəlsiniz, Qəsrəşdən Qırız kəndinə isə Uaz Velis markalı maşınlarla gətirirlər. Ondan sonra da 2-3 kilometr arası ayaqla gəlirsiniz. Və biz saat 12 idi. Qırız kəndindən tərpəndik. Hazırda 1 saat 40 dəqiqədir. Dedim 1 saat, 2 saata yaxın siz bu tura çata bilərsiniz. Və bu da biz Qurqur şəlaləsinə çatdıq. Birinci gəlməyin hərci budur, heç kim yoxdur. Birazdan bura səs-küy olacaq. Rahat çəkiş edə bilməyəcəm. Əziz izləyicilər, burada gördüyünüz kimi Quba rayonu Qırız kəndində yerləşən Qurqur şəlaləsidir. Qurqur şəlaləsi donub gördüyünüz kimi. Lakin burada gördüyünüz su axır və bu buzlaqların üstündə ehtiyatlı hərəkət etmək lazımdır. Məsləhət, onların üstünə çıxmayın. Qırılıb, sınıb suya düşə bilərsiniz. Və mən də çox dərinə getməyəcəm. Bu da Qırız kəndində yerləşən Qurqur şəlaləsinin donmuş halı. Çox qəşəng mənzərədir. Dağların arasında belə bir təbiət möcüzəsi. Və siz də mənim kanalıma abunə olmağı, like eləməyi, bəyənməyi unutmayın ki, belə gözəl yerlərlə sizi tanış edə bilim. Sizin mənə abunə olmaq, dəstək olmağınız mənim üçün böyük bir motivasiyadır. İzlədiyiniz üçün çox sağ olun. Təşəkkürlər, xoş izləmələr. Sağ olun.